anadan gəlmə ürək qusu oluşmasına ən böyük səbəblərdən birisi qohum evliliyi idi. Anadan gəlmə ürək qusu oluşmasına sadəcə qadının faktoru deyil. Covid keçirmiş ana hamilə qalırsa, bu uşaqda necə formalaşdırır ürək qusuru? Ailə qurub, hamiləsə bütün gün tövlədə heyvan altını təmizləyirsə, qopaz altında yaşayırsa, kölə kimi həyat sürdürürsə, həm döyülür, həm də söyülür, ondan nə çıxacaq ki? Hər birinizi xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün uşaqlarda ürək qusurlarının yaranma səbəblərindən danışacağıq. Çox vaxt valideynlər uşaqlarında ürək qusuru aşkarlanan zaman biz nəyə səhv etdik deyə özlərinə sual verirlər. Ümumiyyətlə, hamiləlikdən əvvəl, hamiləlik müddətində və doğuş zamanı edilən hansı səhvlər uşaqlarda bu qüsurları formalaşdıra bilər? Bugün bu mövzuya toxunacağıq. Studiyamızın qonağı dəyərli həkimimiz, tibb üzrə fəlsəfə doktoru, uşaq kardioloqu, Tibb Universitetinin müəllimi Elnur Həkim İmanovdur. Xoş gördük. Xoş gününüz olsun. Necəsiz? Şükür bu günümüzə. Təşəkkür edirəm. Verdiyiniz sual gerçəkdən hələ də gündəmdə olan, təəssüflər olsun ki, artıq biz süni intellektlə mübarizə aparırıq. Dünən xəbərlərdə görürəm ki, artıq Ərəbistanda bayram namazına robotlar da gedirlər, iştirak edirlər. O bir çağda yaşadığımız halda bir tərəfdən biz ürək qusurlarının oluşmasına mübarizə aparırıq. Yəni, çox ciddi bir paradoksdur. Ancaq təəssüflər olsun ki, həyat davam etdikcə bu tür fəsadlar olacaq. Deyəcəksiniz, niyə? Hələ son gedək bir ayın hadisəsinə, iqlim dəyişikliyi. Bir anda 2 gün bundan qabaq Qısaqolda gəzirkən səhər günorta doluya tutuldum. Az qala maşının şüşəsi qırılacaqdı. Bu hava dəyişikliyi, düzgün qidalanmama, yaşam tarzı, bunların bu dəqiqə bilimsel açıqlaması yoxdur. Ancaq zamanla onlar ortaya çıxacaq. Necə Covid'in fəsadı artıq varsa, bu iqlim dəyişikliklərin, yazı qışın qarışmağı, qışı yazla qarışmağı, insanlar nə giyəcək, səhər fikirləşir, qardiyoqda bugün nə giyinim tərəfdə qalırsa, bu insan bədən temperaturuna, yumurtalıqların inkişafına, testosteron hormonlarının inkişafına və s. ciddi təsir göstərəcək, ümid edirəm. Çünki heç bir şey belə öz-özünə oluşmur. Elm var, bilimsel var, araşdırma var. Ona görə də bu tür şeylər yaşanacaq, təəssüf olsun. Ancaq bugün anadan gəlmə ürək qusuru oluşmasına 16 faktor var. Ən son buna əlavə olan Covid oldu. Bu 15'i zaten var idi. Covid de geldi, oldu 16. İndi bizim okuduğumuz, təhsil aldığımız kitablarda bu 15'i yazılır. Yani ancaq ölkəyə görə, mentalitəyə görə, yaşam tarzına görə bu 15'in içində yer arasında oynamalar değişməkdədir. Mesela Anderson və Robinson kitablarına görə, yani onlar Amerikan kitablarıdır, bizim okuduğumuz kitaplardır. Orada mesela qohum evliliği aşağı sıralardır. Çünkü Amerika mentalitəsində qohum evliliği az sıradadır. Onların mentalitəsində geç hamiləlik, içki tükətimi, mesela Latin Amerikada kokain, narkotik tükətimi kimi ön sıradayken bizdə onlar aşağı sıradadır. Ancaq var mı? Var. İndi yerinə görə, istatistikaya görə bunlar değişməkdədir. Ancaq kısa özetlərə vurgulasaq, yani bu böyle yüzeye kessem bunlardan bizim ölkəmizdə anadan gəlmə ürək qusu oluşmasına ən böyük səbəblərdən birisi qohum evliliyi idi. Ben bunu 16 il bundan qabaq Azərbaycan qayıtdığım günləri hatırlayıram. İndi Milli Məclisin bizim təşəbbüsünlə qayrət göstərimizə o qanun çıxdı. Qohum evliliyi aradan qaldırıldı. Ümidvaram ki, erkən hamiləlik də erkən qalxacaq. İndi gizli nikahlar, erkən nikahlar onlar da aradan qaldırıldı. Yine de 18 yaş altı hamiləliklər mənfi təsir göstərir. Geç hamiləliklər mənfi təsir göstərir. Hamiləliklər arası ilin çox olması, 5 ildən çox olması mənfi təsir göstərir. Kimi faktorlar mövcuddur. Yəni, zaten rutin bilinen şeyler ki ilk 3 ayında rentgen çekilmesi, hamilə qadının infeksiya yoluxması, yəni
ağır infeksiya yoluxması kimi faktorlar, bunu hər kəs bilir. Hər tində bucaqda insanlar bunu barədə məlumatlıdır. Ancaq bir şey də burada vurgulamaq istəyərdim. Anadan gəlmə ürək qusur oluşmasına sadəcə qadının faktoru deyil. Bunun altına çizərək 3-ində qoyaraq deyirəm. Bura demək olar 50-50'dir. Yəni kişilərin də çox önəmli faktoru var bu məsələdə. Yəni təəssüflər olsun ki, ölkəmizdə sonsuzluq, kişi sonsuzluğu, yəni androloji problemlər o qədər yayılıb ki, yəni neredeyse xərçəng xəstəliyi bərabər gedir. Bizim mentalitədə kişilər nədənsə həkimə getməyə utanırlar. Ancaq son zamanlar diqqətim çəkir ki, öz səhhətinə diqqət eləməkdənsə kişi mentalitədə lazerə meyil tuturlar, gözəllik salonuna meyil tuturlar, qaşını, başını, saqqalını qadın epilatorlarına düzəltdirməyə çalışırlar. Onu saxlamırlar ayıb kimi. Ancaq bir kişilik hormonlarını, androloji problemlərini həkimə gedib müayinə olub, özün möhtərəzi arasında ifşa eləmiş kimi, məndə heç bir şey yoxdur, mən əsir kişiyəm falan filan belə ön yargıyla davranıb eləyənlər çoxdur. Və bir şey olan kimi təəssüf olsun, yəni araşdırılanda görülür ki, kişi sonsuzluğu bu dəqiqə alıb başa gedir. Nəyə ki, qadınlarda və belə getsə, həmən artıq sayı yarısı qədər kişi və qadına düşməkdədir. Suni mayalanmalar, təəssüf olsun ki, düzgün aparılmayan, protokollara uyğun olmayan suni mayalanmalar, yəni anadan gəlmə ürək qusuru oluşmasına bir fundament hazırlayır. Yaşam tarzı, qidalanma, yediyiniz, içdiyiniz məhsullar, bu suni məhsullar dediyimiz iatrogenik maddələr kimilər, onlar təəssüflər olsun, anadan gəlmə ürək qusurunun oluşmasına mənfi təsir göstərməkdədir, təəssüflər olsun. Yəni özətləsək, yəni yaşam kalitəsi, düzgün qidalanma, idman aktivitəsi olan yerdə və dəftər kitabı uyğun olaraq elm deyirsə bunu eləməsələr, inanmıram ki, ürək qusuru oluşa bilər. Ancaq yox, sən hər şeyin tərsinə geçsən, illegal olaraq qohum evliliyi hələ də oluştursan, erkən hamiləlik biz xəbərlərdə görürük. O, mənim xəbərim yox idi, qızın 16 yaşı bile yoxdur. Ulan sən xəbəri yoxdur, gəb getmişsən, filan kəsdə qızını istəmirsən, filan kəsdə qızını verib, heç bilmirsən ki, bu neçə yaşı var. Yəni, insana bağışlayan ifadəmi gic yerinə qoymaqdan kimi bir şeydir bunlar. Yəni, qarşıdakı insanlara özü ağıllı görür, geri qalan, geri zekalı görmüş gibi davranırlar. İnsan bir markete gedəndə, araşdıranda baxır ki, hansı məhsulu alırsa, onun son kullanma tarixi vaxtı keçib yoxsa yox. Yəni, böyle şeyler biraz insanlara biraz ignor kimi davranıram ben onları. Ancaq bunlar hər şey düzgün olarsa, yaşam kalitesini toparlarlarsa, suni qidalanmalar, gen fon değişmiş məhsullardan tükətməsələr, ümidvaram ki, bu tür fəsadlar olmaz. Covid məsələsinə toxunmaq istəyirəm. Coviddən sonra ümumiyyətlə fəsadlar çoxaldı. Doğrudur. Həm yaddaşla bağlı deyirlər ki, hansısa itkisi yaşayıram, həm təzyiq problemi, həm ürək-damar xəstəlikləri və xüsusilə də uşaqlarda bu, yeni doğulan uşaqlarda ürək problemləri aşkarlandı. Ümumiyyətlə, Covid keçirmiş ana hamilə qalırsa, bu uşaqda necə formalaşdırır ürək qüsuru? Demək, Xeyri xanım, bizdə bir risk hamilə qadın protokolu var. Məsələn, bu 16 maddə sıralanırsa, ginekolog anamnez bunları sorgulayır isə, bu pasiyent 16 faktor xərcəbə birisi varsa, mütləq surətdə ana bətində bu qadın ürəyə yoxlanmalıdır ki, problem varmı, yoxmu? Həndə elm deyib ki, Covid'in yaratdığı fəsadlar var. Biz bunu təsdiqləyiriksə, elm onu deyirsə, məqalələr yazılsa, hər yerdə o protokol oturulubsa, artıq iş ginekologlara düşür. Ginekolog onu takip edəcək və vaxtı gəldiyi zaman uşaq kardiologu yönləndirib onu bir takibə alacaq və baxılacaq. Vaxtında aşkar edilirsə, gerəkən nə varsa kömək edilməyə çalışılacaq. Ancaq yox, problemli bir şey varsa, ailədə cinsiyyət yaş faktoru varsa, 5 ilə çox arada fark varsa cinsiyyətindən,
5 ildən çox arada doğum gerçəkləşdirilmişsə, ara verilmişsə, onların hamısı risk faktorlardır. Ancaq yəni bunlar hamısı artıq ginekoloqlar bilir, oturmuş bir yazılmış protokollardır. Ginekoloqlar bunlara anamnez edərkən pasiyentin üçün birinci onlar görürlər doğal olaraq, müsahibədə və s. O zaman ondan sonra uşaq kardioloqa yönləndirib biz gerəkən tibbi təyinatı verib nə lazımdır kömək ediləcək ki, qusurlu uşaq dünyaya gəlməsin. Hamiləliyə hazırlıq mərhələsini istəyərdim toxunaq. Dediniz ki, bayaq ataların da öz xüsusi rolu vardı, yəni uşaqda ürək qusurunun yaranmasında. Kesinlikle. Əgər bir valideyn, ata və ana uşağın sağlam dünyaya gəlməsini istəyirsə, onlar nə qədər müddət əvvəl öz sağlamlıqlarını qorumağa artıq başlamalıdır? Zaten insanoğlu her zaman özünü sağlıklı korumalıdır. Düzgün yiyip içmelidir. Bu saçma enerji içkilerden uzak durmalıdır. Gereksiz məhsullardan uzak durmalıdır ki problemler olmasın. Və ailə qurmamışdan qabaq özləri yoxlamalıdırlar. Kişi tərəfindən, qadın tərəfindən problem varmı, yoxmu? Yəni ondan sonra da uşaq barədə fikirləşirlərsə həyata davam etdirməlidirlər. İstəyərdim ürək məsələsi, şəkər və təzyiq problemlərinə toxunaq. Əgər qadında şəkər xəstəliyi, təzyiq və ürək problemi varsa, bu uşaqda gələcəkdə ürək qusuru riski yaradırmı? Yox, elə bir bilimsel açıqlama yoxdur ki, şəkər, təzyiq varsa bu qadında ilərdə elə bir məlumat bu dəqiqə yoxdur. Yalandan mən özümdən bir fil-filo çıxaracam deyil. Biz bilim adamıyıq, bilimin, elmin yansımasını cəmaata axtarırıq ki, cəmaat bu tür bizim videolarımıza baxsın, qulaq assın, faydalansın. Ancaq belə bir şey yoxkən özümüzdən hər bir şey uydurmamız aqidəmizə, şəxsiyyətimizə yaraşmaz. Yəni məsələ odur ki, əgər ana sağlam olsa belə, uşaqda yenə də ürək qusurunun yaranma ehtimalı var. Kesinlikle. O da olabilir. Sırf xəstədir deyə uşaq qusur yaranacaq bir şey yox. Yox. Yəni bu 15 faktorlardan, ancaq 15 faktorlardan kənar olan faktorlardandır. Nədəni bilinməyənlərdə olanda olur. Ancaq o az olasılıqla. İndi necə bir misal verim? 160 ilə maşın sürən adam qaza törədə bilər. 80 ilə yol sürən, kəməri bağlayan, ağıl oturan, iki əlinə rulu tutan, fikri yolda olan o da qaza törədə bilər. Yəni o deməkdir ki, ancaq ən böyük olasılıqlar hansıdır? 180-160-la fikri başqa yerdə olan, gözü telefonda oynaşan, kəməri bağlamayan, necə gəldi maşın sürən, onun qaza törətmə riski daha yüksəkdir. Nəyə ki, ancaq o birisi törədə bilərmi? Durdu yerdən, gəl arxaya, sən vurdu, dadanq. Mənim başıma gəlib, svetoforda durmuşam, o durduğum yerdə sakit. Dadam çıxıblar arxada. Gəl edir, bağışla. Nəyə bağışlayacaq? Yəni olanda olur yəni. Bu istisnalar bir şey var yəni. Bu illa ki, yəni dediyim kimi bir şey yoxdur. Ancaq istisna protokollarda təəssüflər olsun mövcuddur. Hamiləliyin ilk 3 ayı uşağın ürəyinin formalaşdığı dövrdür. Bu mərhələdə xanımlar nələrə diqqət eləməlidir? Hər şeyə. Yeməyinə, içməyinə, yaşam tarzına, stres faktorlarına, dıdıdan, vırvıdan, gərginlikdən, qaynana dedikodusundan, baldızın dedikodusundan. Bir reallıqdır, bizim Azərbaycan mentalitesi yaşayırıq. Sən burada oturma, sən bura getmə, vıdı, dıdı, qırğın, qiyamət, təəssüflər olsun ki, onlar da yəni ürək qusuru və ya dölün inkişaf pozğunluğunu gətirib çıxara bilər. O protokoldur ki, 3 ayında infeksiya yoxdur, qusur ola bilər. Protokoldur ki, 3 ayında rentgenə girsin, qusur ola bilər. Bu elmidir, dış faktorların yansıması. Ancaq iç faktorlar var, sosial faktorlar. Qadın gündə 4 saat yatırsa, ailə qurub, hamiləsə bütün gün tövlədə heyvan altını təmizləyirsə, qopaz altında yaşayırsa, baldızın, qaynananın qopaz altını kölə kimi həyat sürdürürsə, həm döyülür, həm də söyülür, həm olursa, ondan nə çıxacaq ki? Yəni, çox önemlidir. Yediği bir şey deyilsə, təəssüflər olsun, o tür faktorlar qarşı-qarşı qalınır. Çox maraqlıdır. Ailədə adətən bir uşaqda problem olursa, növbəti hamiləlikdə valideynlər qorxurlar. 30%. 30% yaranma ehtimalı çoxdur. Var. Mən pasiyentlərimə deyirəm ki, uşaq gətirirlər mənim yanıma. Yəni, qusurlu baxır da, qusurlu uşaq gətirirlər. Amma başqa uşaq var, böyüyü də var, balıcısı var. Deyirəm, ikisi də yoxlanmalıdır. Niyə? Deyirəm, sizin məhsulunuz düzdür. Yəni, bundan sonra doğurdun da qusur ola bilər. Bundan qabaq doğurdun da ola bilər. Öncəli bir qusur var ki, klinikanı geç bir üzə verir.
Məsələn, bizim xəstəxanada bir də 33 yaşında kişi xeylağı qusurlu pasiyent yatır. Bilinməyib, təsadüfi bilinib. Yəni artıq fəsad oturmuş halda 33 tənginəfəs şikayəti ilə gəlib, siqaret çəkirdi, gəlib pulmonoloqun yanına bir baxıblar ki, ürək qusuru çıxıb. Yəni hardan hara. Ancaq onun tənginəfəsli siqaret çəkməklə deyil, akciğer hipertenziya yaranmağın da artıq ürək qusurun oturtduğu ciddi fəsadı bir parçasıdır. Vaxtında müalicə olunsa əslində olmayacaq. Bu uşaq 6 yaşında, yəni bu uşaq dedim ki, bu şəxs 6 ayına qədər əməliyyat olunsa idi, heç bir problem olmazdı. Sırada bir vətəndaş kimi devam, ancaq artıq yarımçıq bir insan kimi həyatını davam etdirir. Bizim dövrümüzdə indi elə şeylər olmuyor. İndi biz bundan sonra gərək özümüzü yoxlatdıraq ki, həqiqətən bizdə belə bir şeylər var yoxsa yox. Çünki ürək döyünməsidir, təngənəfəslikdir. Yəni bəzi insanlar var, adi bir kofe içir, başlayır ürəyə çırpınmağa. Bəziləri buna panik atak adı verir, amma əslində bəzən də ürəkdə bir problem olur, buna səbəb yaradır. Ona görə valideynlər vaxtında mütləq uşaqlarınızı mütləq uşaq kardioloquna yönləndirin ki, uşaqda əgər xırda bir qüsur varsa, bu qüsur aradan qalxsın və gələcəkdə böyük bir problemə çevrilməsin. Burada bir şey əlavə eləmək istəyirəm. Siz dediniz ki, indi biz yoxdur. Dünya protokolu var ki, 0-18 yaşına qədər uşaq ürəyə 5 dəfə yoxlanmalıdır. Mən Azərbaycan mentalitet edirəm ki, ən azı bir dəfə də olsa yoxlayın. Bircə dəfədir. Yəni mən yoxlamayıblar, bilirəm. Heç xatırlamıram ki, ürəyim nə vaxtsa yoxlanılıb. Nədənsə həkimə getməyə qaçınırlar. Adətən məndə bir şey çıxar. Yəni həkimə getdim, bir şey çıxar. Həkimə getdim, problem. Salamat getdim. Dünən bir qurban kəsildim. Qəssab mənə deyir ki, bir nəfər sağ ol. Bir nəfər gəlib deyir ki, onkoloji xəstədir. Xəstəxana öz ayağına getdi, çıxardı, kəfənlə çıxardılar. Birincisi, onkoloji xəstəxana getmişsə də bunda onkoloji problem var. Bu bir. Hər halda o ağır vəziyyətdə deyildi ki, öz ayağına gedib. Bu iki. Və orada bəlkə də ağırlaşıb, son terminal dönəmə girib, dünyasını dəyişib, kəfənlə çıxardı o iş. Bu artıq insanlarda həkimə qarşı ciddi bir güvənsizlikmi, narazısızlıqmı kimi dayanır. İşte o insanlarda o düşüncəni aradan qaldırmaqda mən bir tövsiyə edirəm. Yəni heç bir həkim, heç bir həmkarım öz pasiyentinin pisliyini, sağalmamasını vallahi istəməz. Onun pasiyentin sağalması onun baş ucalığıdır. Nə qədər şərlatan da olsa, nə qədər aqidəsiz insan da olsa, yəni insan olmasa belə, həkim də belə olsa, o heç vaxt istəməz ki, müalicə etdiyi insan bir zərbə alsın. Yəni ona görə də elə bir, yəni həkimlərə qarşı son zamanlar görürəm də bu medialarda və s. bir negativ bir bizə qarşı dalğa yaşanır. Ona qarşı çox əleyhinə. Yəni heç bir insan istəməz. Yəni əməliyyatda, müdaxilədə və ya poliklinika gələn xəstəni vəziyyəti ağırlaşsın yəni. Hamiləliyin ilk 3 ayının çətin keçməsi məsələsinə toxunmaq istəyirəm. Bəzi xanımlar bu ilk 3 ayda müəyyən dərmanlar qəbul edir. Ağrı kəsicilər, antibiotiklər, ümumiyyətlə bu cür dərmanların qəbulu uşaqda ürək qüsuru yarada bilirmi? Doğrudur, yarada bilər və mənfi proses də var. Birincisi, yəni hamilə insandır, canlıdır, hər an xəstələnə bilər, yaşdan, həftədən asılı olmayan. Ancaq qadın bildiysə ki, hamilədirsə, artıq ki canlıdırsa, o artıq özünü hər konudan qorumalıdır. Bir, istifadə etdiyi dərmanlar, birinci ginekoloqla danışılmalıdır və deyəm ki, bir infeksiyon proses keçirdi. İnfeksiyonistə deməlidir ki, mən hamilə qadınam. Bəzi dərmanlar hamiləlikdə vermək olmaz. Yan təsirləri çoxdur. Yəni, dolaylı müalicə aparmaq lazımdır ki, o dərmanlar hansı ki, yan təsiri azdır. Ağrı kəsici öz başına canım bunu istədi, bunu içirdim qabaq ki, rahatlayırdımsa, indi hamiləyəm, bunu da içeyim, rahatlayaram deyə bir şey yoxdur. Elə bir ifadə də düzgün deyil. Ona görə də o insanlar artıq bilirlərsə, hamilədirsə, özlərinə çox önəm diqqət eləməlidirlər ki, inkişaf edən dövründəki uşaq fəsadsız olmasın. Təbii qidalanmağı sevən insanlar istər hamiləlik müddətində, istər belə normal vaxtı bitkilərə qaçırlar, qida əlavələrinə, vitaminlərə. Və bəzən həkimin təyinatı olmadan qəbul edilən vitaminlər, bəzən bitki çayları,
hamiləlik dövründə məsələn hansısa bir otun çayını içir, deyir ki, bu otun mənə zərəri ola bilər. Yəni bu cür Doğrudur. bitkilərin uşağa və uşağın ürəyinin formalaşmasına necə təsiri var? Baxın, əskidən, keçmişdən dərmanlar otlardan oluşurdu. Tariximizdən, qədimdə və s. Məsələn, mən Naxçıvanda çox oldum. Yəni, son 6 ildə getmirəm, ona qabaq demə, hər həftə Naxçıvanda idim. Bir dəfə isə bu keyfə getdim. Orada bizə bitkili çay ikram edilər. Yəni, mən hər zaman canlı misallar danışıram. Həyatımın mən gördüyümdən. Qəşəng bir qarışıq, mix bitki çayların bir kokteyli idi. İçdim, yarım saat sonra təzyiqim düşdü. Tərkibində nə var idi? Bilmirdim. Fikrimi şaşırdı. Ancaq misal verəm sizə, o ramaşkadır, başqalardır, mis otlar vardı, dağ otları və s. və axır. Onlar maalesef yan təsirlər də olur. Məsələn, bəzilər zob xəstələri istifadə etmək olmaz, bəziləri isə deyəlim, təzyiq xəstəyə istifadə etmək olmaz. Təbii ki, o hər otun da artıq bir dövrdə yaşayırıq ki, farmakoloji açıqlaması var. Deyəlim, ramaşkası da olsun, niyə istifadə etsin, nədən istifadə etsən, nə tür yan təsirlər var kimisindən. Bilməlidirlər ki, hamilə qadınlar, onlar tükətdiyi zaman onların yan etkiləri nələrdir və hamiləlikdə onların icazəsi olar, yoxsa yox. Deyəlim ki, məsələn, mən içdim o məhlul, yəni çay məhlulu, ot məhlulu, bir hamilə qadın istifadə etsəydi mütəmadi, onun artıq təzyiqi mütəmadi düşük olacaqdır. Hipotansiyon bir insana çevriləcəkdir və də özünə də, inkişaf edən dövrünə də, qan dövrünə də mənfi təsir göstərəcəkdir. Hara çıxdıq, ancaq çıxırıq. Ona görə də, yəni o hamilə qadın artıq bir fabrikadır, məhsul ürətən bir fabrikadır. Mən hər zaman onlara elə deyirəm, siz canlı fabrikasınız. Məhsulunuz keyfiyyətli olması üçün qoyduğunuz ürünləri diqqət eləməliyik. Baxmalıyıq, dəyərləndirməliyik, takib edin, nələr olar, nələr olmaz ki, məhsulda keyfiyyətli olsun. Adətən spirtli içkilərlə bağlı böyük kişilər deyək də, yəni xanımlar bizdə bu barədə danışmırlar, faydalarından danışırlar. Məsələn, boğazın ağrıyırsa, araq iç, keçəcək. Nə əlaqəsi var? Məsələn, qanın azdırsa, konyakla şokolad iç, qanın qalxsın, qanı artırsın, yaxud da ki, deyilənə görə çaxır göyə qan durulaşdırır. Ümumiyyətlə, bu cür məsləhətləri xanımlara da çox vaxt tövsiyə edirlər və xanımlar da başlayır xırda-xırda alkoqol qəbuluna. Məsələn, biraz piv içir, çaxır içir. Gəlin belə edək. Bunun, yəni, uşağın ürəyinə zərəri var, bilmək istəyirəm. İçmək istəyən insan hər zaman bahanə tapacaq. Onlara sadəcə rus dilində povod lazımdır. Bir bahanə lazımdır ki, yəni artıq zastalilər. Oturub, mən içki içməyən insanım, amma məclislərdə görürəm saçma tostlar, saçma təriflər və s. Zastalin, 41-45'e görə, 41-45, 90-80'e bundan qabaq tutarım. Oturub, yəni deyək ki, za что было выпить, yəni bahanə olmalıdır ki, nəsə içsinlər, yəni nəyəsə görə, nəsə içsinlər, yəni ona qalsa şərabdır, üzümdür. Şərab üzümlə oluşur. Yəni, eyni molekul, eyni format orada da var. Sən üzümü tükətlər. Və ya zoğal arağı, zoğal tutqusu deyirlər də. Sən meyvəni özün tükət. Özün tut arağı deyirlər də. Məsələn, mən içmirəm, orada adları bilirəm, orada məsələn tükət. Şokolad da, elə belə şokolad deyirlər ki, yəni konyakla mı içmək zorundasın? Yəni, siz onlar istəsəniz də dəyişdirməzsiniz. Araq boğazı sağaldır. Spirtli içki qan dövrünü artırır, kapillər dolaşımı artırır. Orada qan dövrünü yaxşı olduğu üçün mikroproses sürətlənir. O elə gedir. İndi yaxşıdır. Araq içə boğazımız qarqır edir. Yəni sən çöldən həmin o spirti boğazdan kənara qoy, istilik yaradacaq, kompres elə. O nəticəni alarsan. Eyni nəticədir. Daha faydalı nəticə alarsan. Ən azından qaraciyər tahriş olmaz, mədən tahriş olmaz, yemək borusu tahriş olmaz kimisindən. Və ya siqaret tükədir. Mən dərddən içirəm, siqaret çəkirəm. Mənim dərdim azaldır. Ulan, haran azaldır? Dərddən tükədirsən. Çoxalır, əksinə xəstəliklər çoxalır, dərd də çoxalır. Ümumiyyətlə, bu cür içki qəbul edən xanımlarda uşaqlarda ürək qüsuru yaradırmı? Kəsinliklə. O, dünya, alkol. Burada alkol sözü gedir ədəbiyyatda. Avropada o sıralamada 15-ci sıranın 4-ündədir sırada.
Azərbaycanda bu da 10-12-ci sıralardadır. Ancaq təəssüf olsun ki, o pillə yer dəyişir. Qadınların sosial olaraq, mötərizə sosial olaraq yaxşı yaşanması. Mən indi mən o məclisə çox az katılıram. Sosial şəbəkələrdən görürəm. Hər kəsin əlində kadehlər, qalyanlar və s. Sonra dedi ki, mən doğura bilmirəm. Haran doğuracaqsa, doğuracaq bir şey mi qalmış sənin? Yəni də hər şey qurutmuşsa, yəni də. Yenə də yəni 35 yaşına qədər leypey pasta ilə paxmedlədilər, pasta haldadılar ki, aləmcidirlər, türklərin sözü olmasın. Sonra da hadi çocuğumuz olsun diye düşünürlər, çıxırlar yola. Yaş keçmiş, baş keçmiş, hər tərəfi qurumuş. Sonra düşürlər suni mayalamanın canına, suni mayalama da bir tərəfdə o vurur. Yəni baxın, yəni bu qadın bir senaryo çizim. Leypeycidir, aləmcidir. Hər zaman içkisi var, alkolü var, qalyanı var. Doğurmaq düşüncəsi yoxdur. 35'e qədər artdı mı? Burada avtomatik 3 faktor var. Yuxusuzluq həyat, aləmcidə, gecə-gündüz keyfdədirlər. İçki var mı? Var. Sigaret var mı? Yaş faktor. 4 dənə oldu mu? Doğura bilmir təbii ki. İşdən keçir. Getdi mi suni mayalamaya? Bir orada 5-ci gəldi mi? 15'dən 5'i bunda alın təri kimi alında yazılıb. Hələ kişi faktoru ilə xəbərimiz yoxdur. Kişini haldadır. Sonra, indi bu arada da bu 2-3 ayında bir problem yaşadı mı? İnfeksiya yoluxdu mu? Yoluxmadı mı? Necə hala farzdır ki, hamilə qaldı. IVF-nə hamilə qaldı. Neysə, bir hasbikader. Ancaq o hamilə qalsa qədər bu 5 dənə faktor sahibidir. 15'də 5 var. Sonra hamiləlik necə gedir? Bir baxırsan ki, 2-3 ayda 2 dənə orada yapışacaq və sonra olacaq məhsul göz qabağında. Mənim uşaq niyə davulundan çıxdı? Ulan sən onu indi fikirləşmək lazım deyil, onu keçmişdə fikirləşmək lazım idi. Ona görə səbəbini tapa bilmirlər də xəstəlikləri. Məsələn, uşaq avtizmli doğulur, səbəbi bilinmir. Niyə bilinmir? Səbəbi bilinmir. Xeyr xanım, hər şey bilinir. Sadəcə insanlar o bildiklərini özünə yakışdırmırlar. Məsələ bu. Adam səhvin boynuna ala bilmir də. Yox, almaq istəmir. 35'e qədər də doğurmadım. Doğurmadım. 4 dəfə sevgilim oldu falan filan. Yaşadı, ayrıldı, yaşadı, ayrıldı. Travma həyatı falan filan. Sonra da aləmcidir, odur, budur. İndi genital infeksiyalar doğal olarak oradan buradan yoluxurlar. O müalicə, düzgün müalicə, eksik müalicə falan filan derken yani başına ucu kleymo da alın yazısı yapıştırırlar burada. O alın yazısı değil, o kazandığınlar alına yazdığı yazılardı. O alın yazısı değil. Ondan sonra da problemler doğurur. Cəzasını uşaq çəkir. Bəs uşaq ürək qüsuru ilə dünyaya gəlibsə, onda ilk olaraq hansı əlamətlər müşahidə olunur? Yenə də mən öz həyat dəftərimdən, iş praktik həyat dəftərindən misal verim. Bugün 4-cü gündür. 2-ci gün Bakının doğum evlərinin birisində 16 saat uşaq doğuldu. Dərhal İmanova zəng, İmanov acilə xəstə baxmaq lazım. Mən də təbibdə iclasdayam. Tamam, eyvallah getdik. Sanki doğum evi adını verməyəcəm. Mürəkkəb ürək qusuru, göy qusur. Neonatoloq deyir ki, gəlmir doktor, kislorod verirəm, toparlanmır. Dedim, aman kislorod verir, gömgöydür. Bəzən baxar kimi gördüm, badamca rəngdə uşaq idi. Elə qusurlar var ikən, bir də heç bir belirti verməyən, pəmbə, tompiş, 3 kilo yarım, gülər, mız olan bir uşaqlarda ürək qusuru ola bilər. Yəni, sözümü niyə bunu gətirər? Ürək qusuru doğularkən bir çəhrayı növ olur, bir də siyanosik, açıq, yəni göy qusurlar olur. Göy qusur zaten avtomatik, nə edirsən göz qabağındadır, avtomatik sos signalı gəlir, yəni uyarı gəlir ki, bunda nəsə var, neonatoloq cür, həşirə və s. Ancaq vay o dərdə ki, qusurlar zaman ərzində özünü biruzə verir, doğanı da bilinmir. Və neonatoloqların elmi olaraq 30% yanılma payı yüksəkdir. Yəni kaçırmamaq doğal olaraq elmin isbatıdır. Ona görə də bəzi zaman gözdən qaçırılır. Ancaq çəhrayı da ola bilər, göy də ola bilər. O artıq klinikanın qoyduğu fəsadların üstündə dayanır. Yəni bütün hallarda valideynlər uşaqlarında Zaten bu dəqiqə cənab prezidentin 16-cı 18-ci ildə bizim tərtib etdiyimiz bir protokol var, sərəncamı var. Dünya Sağlıq Örgütü imzalanmışdı bəlgə bir sənədir. Doğum harda aparılırsa, dövlət və ya özəl fərqi yoxdur. O uşaq orada ürəyə mane olmalıdır. Bu standart protokoldur.
Pogolovni, yəni tartışmasız. Hər uşaq ürəyi yoxlanmalıdır ki, biz artıq, yəni həkimlərdə kifayət qədər var, müəssisələrdə, uşaq kardioloqlarda var, hamısına baxılır ki, Allah korusun bir şey olsa dərhal gerəkən tibbi xidmət göstərilsin. Bir də xanımlar üçün bir maraqlı sual var. Mənim üçün də çox maraqlı oldu. İstəyirəm o sualı ünvanlayım sizə. Deyilənə görə, məsələn, təbii doğuşda uşaq əgər gec dünyaya gəlirsə, oksigen çatışmazlığı yaşayır və bu da uşaqda ürək qüsuru formalaşdıra bilir. Gəlin belə. Deyirlər ki, kesir yaxşıdır. Gəlin belə. Bu kesirin pazarlamasıdır. Kesirin PR-ıdır. Yəni siz də bəlkə o piyasaya düşmüsünüz yoxsa yox, bilmirəm doğrudan necə keçirmisiniz. Yəni bu kesir əməliyyatının ginekoloqlar marketingidir. Qusur oluşacaqsa, ey cəmaət dinləyin məni. Ya 12-ci həftəyə qədər oluşacaq. Çünki ürək olğunlaşması 8-12-ci həftədədir. Yəni misal ver, mən 5 barmağım ana bətnində bu 5 barmaq oluşubsa, bu 5 barmaqla 4 barmaqla oluşubsa, bu ilərdə 5 barmaq ola bilməz və ya oluşubsa bir faktorla doğuşda bu barmağı birisi qopmaz. Misal verirəm sizə. Yəni bu qusur varsa artıq var. 12-ci həftəsində o bitir. Xəmir yoğrulub, Loren ilə deyirik. Bəzi qusurlar, xırdan, mədəcik arası çəpər defekti, yüngül stenozda və s. onlar hamiləlik dövrü boyunca olğunlaşdıqca, ürək gözəlləşdikcə, böyüdükcə aradan öz ana bətnində onu korreksiya edib bərpa edə bilir. Ancaq deyəm ki, 3 kameralı ürəkdirsə, misal verirəm sizə, tək qulaqçıq və ya tək mədəcik falan. O artıq kesirimi doğdu, normalımı doğdu, dağın başında mı doğdu, dəniz altına mı doğdu, fərqi aslı olmayan şəraitdə, müəssisədə olacaq budur yəni. Fikrimiz elə bildim. Ona görə burada bu çanaq doğuşu belə gəldi, o belə o artıq dedim ki, kesaryanın marketingidir, PR-ıdır ki, ginekoloqlar bu dəqiqə normal doğuşu asla istəmirlər. Niyə? Mən sizə aydım. İlk dəfə xanım gəlib doğurduysa, o proses təxminən 8-12 saat çəkir. Fizyoloji doğuş, sancıları olur, açılmalar olur və s. və s. və s. Təbii ki, yəni xəstəxana, yox, son anda xəstəxana girdisə yarım saat doğuracaq, o ayrı məsələ. Ancaq proses başlanması doğuşa görə təxminən 8-12 saat qadının quruluşundan, uşağın inkişafından, çağına quruluşundan gelir. Və təbii ki, başında həkim olmalıdır, başında mamacı olmalıdır, ginekoloq olmalıdır və s. Yəni bir ginekoloq kilitləndi, oturdu burada, gözləyir bu nə vaxt doğuracaq. Amma öz pasientsə asla buraxmaz yəni, buraxa da bilməz. Çünki pasient onundur, xəstəsidir, o məsul onudur, böyüdür, 9 ay daşıyıb elə və s. Ya Allah, oturur burada gözləyir. Gecəsi mi var, gündüzü mü var, bayramı var, seyranı mı var, qonağı var, evdə dəxli yoxdur. Onu oturub gözləyir. Falan kəs doğuracaq, oturub elə gözləyir. O mu ona sərf edir, yoxsa giyirsin, yarım saata çıxartdı, qoydu, çıxdı, getdi. Yəni, bu artıq bir ticarətdir. Təəssüf olsun, bizim ölkədə o yayıldı. Artıq Səhiyyə Nazirliyi və təbii çox ciddi bununla islahatlar aparılır. Ciddi araşdırmalar aparılır ki, sən artıq niyə bu xəstənin keseri aldın? Bilimsel açıqlaması var. Yəni göstərişi var da, mən istəmirəm. Ancaq indi təzə trend yaranıb, xanım özü istədi. Təbii ki, sən xanıma məhsulu elə təqdim eləsən, mandalini sən dondurma adını onu göstərirsən, o əlbəttə dondurmadır yəni də. Fikrimiz elə bildim. Yəni təqdimat çox şey. Sən ağrı çəkəcəksən, ağrıyacaqsan, çanağın toparlanmayacaq, çanağın daha da böyük qalacaq, qarnın oluşacaq, popon böyük qalacaq desən, mən də belə doğurmaq istəməm yəni. Təqdimatda çox şey asılıdır. Ancaq yəni mal satma, marketing söhbət ki, ancaq yox, burada yarım saat çıxaracağam falan. Ancaq Allah-u Teala insanları və cümlədə bütün dünya canlıları, heyvanlar dahil doğuşa gəlir. Və mən hər zaman pasientlərə deyirəm, bir uşaq kardioloq olaraq, dünya ən gözəl maneken Naomi Campbell 4 dəfə fizyoloji doğur keçirmiş bir qadındır. Çünki Allah Teala hər doğuşdan sonra hormonlar salgılanır. 1. Oksitosin hormonu salgılanır, çanaq dərhal toparlanır. Eğri-üyrü duran o sümük oturuşları doğuş hamiləlikdə onlar açılırlar. Bağlar gevşiyir. Doğuşdan sonra düzəlir. Yəni təbii fəsadların belə əyri əyaq, popo böyük olmağı, arxalı olmağı və s. doğuşda onlar toparlanır. 1. Salxım məmələr toparlanır.
Çünki hormon əmzirdikcə göğüs yığılır. Daha gözəl göğüslər ortaya çıxır. Çıxan qarın, əzəllər sıxılır, fit fiqura doğulur. Allah Teala öyle yaradı. Yəni ancaq bizim mentalitədə təəssüflər olsun, yəni alıb başdan gedir. Üstəlik son dövrlərdə indi biraz bu vəziyyət düzəlib. Kəsr əməliyyatından sonra bu qarın gərmə əməliyyatları. Həmən seansda götürürlər. O da böyük bir ziyandır. Yəni siz bir xanımsınız, sizin ifadəmə görə doğuşda qarın əzələri hamısı dartılır. Bunun toparlanma zamanı var. Deyirlər, hə, o gəl oraya yağı yığım. Xəstəyə daha öz gerilmiş əzələni kəsir. Sonra onun yaratdığı fizioloji fəsadlar var. Fartuk deyirlər, nə deyirlər, belə dəb çıxır. Ya bu fartuku götürüm. Sallanan qarnını götürüm. Onun öz vaxtı var. Yəni əzəllər toparlanarsa, idmanla keçirilməzsə, qalıcı fəsad yaranarsa, o zaman onu əməliyyata, yəni ölçü biçmə var. Ehtiyac varmı, yoxmu? Çünki o da bir ziyanlı bir şeydir. Yəni, ancaq gəlmiş ki, hadi götürüm. Təbii ki, hər kəs yalandan, yəni özü şəhərə çıxırsınız, görürsünüz, hamısı Buratina buruna oxşayır. Biri elə dediysə, hamısı bir-birinə. Şəhərə gələndə hamısı bir-birinə bacı qardaş. Yəni, hamısı bir-birinə bacılarıdır. Yəni, bilmirsən kim kimlərdəndir. Hamısı eyni sifət quruluşu. Buratina, şişmiş yanaq. Üzdən, arxadan da baxanda hamısı eyni formatda. Yəni, eyni kaveri çıxar. Eyni usulla əməliyyat olurlar. Bir insanlardır. Dəyərmi? Məncə yox. İnsan öz genofon gözəlliyi, bizim xanımların öz fizioloji gözəlliyi, vallahi deyirəm, mən kinolarda görürəm. O keçmiş qara ağ kinolarda bizim gözəl aktrisalarımız, adam baxdıqca baxmaq istədiyi, gözün nurla dolduğu o gözəllik artıq qalmayıb. İndi aktrisa olmaq üçün kriteriyalar var. Öncə plastik cərrahidən 5-6 seansdan keçməlisən, kriteriyalar doldurmalısan. Sonra əlinə başın çıxdı, çıxmadı oxumalısan ki, bir haradasa nəyəcə çıxış edəsən yəni. O təəssüflər olsun yəni. Amma məncə nə vaxtsa bir dövr gələcək, o əvvəlki dövrdə necə ki təbii xanımlar vardı, o xanımların dövrü məncə təbii ki o da olacaq. İnsanlar bezir, getdikcə bax sizin kimi deyən kişilər çoxdur ki, məsələn xanıma baxırsan hamısının burnu əməliyyatdır. Buratina. Hamısı bədən quruluşu görsə yığılıb. Amma məsələn baxırsan bədəninə hamısının çapıq izləri qalıb da, yəni hamısı əməliyyat izləridir. Və bax misal sizə verim, indi mədə kiçiltmə əməliyyatları gedilir. Mən tüm təhsilimi Türkiyədə və Amerikada olmuş bir insanam. Allah Teala mədə yaradanda mədə gözü qabağını gətirir. Mədənin bir qismində pepsinlə bir hormon salgılanır. Ümumi də turşusunu düzəldən, tənzimləyən. Hər insan Allah Teala insanı yaradanda hər kipriyin də bir anlamı var. Artıq heç nə yoxdur da. Təşəkkür edirəm. Artıq bir dənə kiprik insan oğlu da yoxdur. Sən mədə kiçiltmədə o bölgəni kəsirsən, götürürsən, Allahın insana verdiyi o bölgədəki salgılanan hormonu ləğv edirsən. O mədə turşuluğu yaradan, mədə turşuluğu tənzimləyən sahəni yığışdırırsan. Bir anda mədə balacalaşır, sən bir şey yemirsən, istəsini yeyə bilmirsən, mədə gərilmir, çünki tikişlərləndir, dartılmır. Həmən 2 qaşıqdan sonra toxuluq hiss edirsən və 6 aydan sonra fit, dış görünüşdə. Ancaq içəridə çürümə gedir. Onun bilimsel açıqlarını 30-40 ildən sonra ortaya çıxacaq ki, mədə xərcəki sayı niyə çoxaldı? Çünki o hormonlar ki, hansı ki bədənin salgılanırdı, o yeməklər turşuluğu tənzimləyirdi. Gələn mədəyə görə turşa gedirdi, onu əritmək üçün və s. İndi gələn maddə yoxdur. Oradakı fabrika gələn məhsullarla, yuxarıdan gələn məhsul, mədə başlayır özü çabalamağa, ağırlaşmış vəziyyətdə və oradakı hücrələr başlayır zədələnməyə. O bir gündə olmur, zaman ərzində ortaya çıxır, illər sonra ortaya çıxır. Sonra 30-40 il sonra biz görəcəyik ki, bu mədə kiçiltmə statistikalarda o xəstələrin nə qədər xərcin çıxacaq. Və ya mədə balon qoyurlar. Tamam, eyni bölgəyə pepsinin salgılanan hormonu ağzını bağlayırsan. Şar şişirdirsən də mədə balon qoyursan. Və bu təbii ki üstü örtür və bu hormon salgılaya bilmir. Atrofi olur, quruyur. Daqqanağa dörür, lor dilində desək. Yararsız bir parçaya çevrilir. Sonra o yararsız parça, balon ki şişirdin, azaltdın 6 ay sonra, bu yararsız parça özü xəstədir artıq. Üst axı zədələnib. Onu bilmirdim. İşte.
Deyəlim ki, gecə-gündüz makiyaj istifadə eləsən, üzü təmizləməsən, dəri xəstəliyi oluşacaqmı? Və ya kalitəsiz kosmetika məhsulları istifadə eləsən, indi mən bilmirəm o aşağıdan, o saxta pomadalar, bazarda 50 qəpiyə satılan pomada istifadə eləsən və ya o keyfiyyətsiz kosmetika məhsul istifadə eləsən, dəri allergiyası oluşarmı? Oluşar. Onu baxım eləməsə dəri xəstəliyi oluşarmı? Hardan hara getdik? Mədə deyilədir. Sadəcə mədə deyil. İndi bu plastik əməliyyatlara da gedirik. Poponu yığırlar, qabırğanı kəsirlər, əzələni dartırlar. Və s. Gör hardan haraya bir anda hər şey gözəllikdir. Anda 20 ildən sonra və o qədər üz gərmə əməliyyatları ilə insan mimikası yoxdur. Gülmək bacara bilmir. Gülmək yoxdur. Yəni buradan kəsir, buradan robotik sifətlərlə hamısı gəzişirlər yəni. Bunlardan iləride nə olacaq? O sevgi hormonu, serotonin hormonu salgılanmayacaq, insanda üzünə gülüş olmaz. Hər zaman depressiv halda gəlsə, negativ hormonlar salgılansa, bədənin ruh halı dəyişsə, hardan hara gedirik? Sən gülmək istəsən gülə bilmirsən, çünki sənin burada hər tərəfin spazmdır. Amma bir dəqiqə gülürsən, sən bu indi gülməsən, çünki əzələr imkan verməsə, sən o istər beynində zamanla, bir gündə deyil, o sevgi hormonu, serotonin hormonu salgılanmayacaq. Mahcup olacaqsan ona. Hər zaman negativli üstündən çıxacaq. Depressiv. Depressiv özü başqa xəstəlik yaradacaq. Ancaq plastik cərrah umurunda deyil. Elədi, dartdı elədi, 10-15 min aldı, bitdi, malı aldı, verdi. Alan məmnun, verən məmnun. Verən razıdır ki, mən hər tərəfim gərildi, olmuşam kukla. Santa Barbara kuklası kimi də. Kukla, gerçəkdə qoyurlar kuklağı qabağına, bundan istəyirsən, bundan istəyirsən. Kukla eləyir, sana qoyurlar. Pılı da 15-20 min. Alan məmnun. Zaten o birisi o niyyətlə gəlmişdi ki, mən kukla olacağım. Dırnaqlar başın boyda, yəni özü xəstəlikdir, infeksiyadır. O dırnaqla nə yeyirlər, o dırnaqla necə baxırlar. Uşağa da baxırlar o zaman. Baxılma sayılırsa da. Onu mikrobiyoloji laboratoriya versən, bütün mikroblar orada çıxacaq yəni. Əslində sağlam olmaq üçün bayaq dediyimiz kimi sağlam qidalanmaq lazımdır və sağlam həyat tərzi. Aktivlik, hərəkət, yuxu, pis vərdişlərdən uzaqlaşmaq. Zaten bu sağlam insan sağlamdırsa, dünyaya gətirəcək uşaq da sağlam olur. Fabrika düzgünsə məhsul da keyfiyyətlidir. Fabrika yəni geydirmədirsə, sağlam deyilsə, saxta mallar dolsa, bıraxda məhsul olacaq. Bu fiziologiyanın qanunudur yəni. Yəni bu fikirlər təkcə qadınlara yox, bildirək ki, dəyərli izləyicilərimiz müsahibənin əvvəlində də bildirdik, kişilərə də aiddir. Kişilərin vərdişləri, yanlış vərdişlər, içkidir, siqaretdir. Bunlar hamısı gələcəkdə uşaqlarda, yeni doğulacaq uşaqlarda problemlərə səbəb olur. Mütləq evlənməmişdən qabaq xanımlara da biz bunu tövsiyə eləyək ki, mütləq bunu araşdırın. Əgər uşaq dünyaya gətirəcəksinizsə, ən azı kişilərdə müəyyən bir dövr, sağlam bir həyat tərzinə keçməlidir ki, uşaq da doğulanda problemlər ortaya çıxmasın. Bugünkü qonağımız uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru, tibb universitetinin müəllimi, dəyərli həkimimiz Elnur Həkim İmanov idi. Çox maraqlı müsahibə oldu məncə. Bu müsahibədən kiçik hissələr çıxardacağıq. TikTokda paylaşacağıq. Daha böyük versiyada siz bunu YouTube-da izləyirsiniz. Suallarınız varsa şərh bölümünə yazın. Əlaqə saxlamaq istəsəniz həkimimizlə əlaqə. Və xahiş edirəm, sual bölümündə mən ən yaralı yerimdir. Məntiqli sualları, yəni mənim sahəmə aid olmayan travmatoloji sualları, genel cərrahi, ümumi cərrahi, göz həkim sualları məndən yönləndirməyin. Çünki biz zaten onlara baxmarıq. Yəni vaxtımız da gedir. Kiminsə haqqına girmiş olursunuz. Ən azı mənim haqqıma girmiş olursunuz ki, yəni mən vaxt ayıram, baxıram ona nə əlaqəsi var. Ayağım sınıb mən neyim? Ona ki, travmatoloqa müraciət edirəm. Mənim nə əlaqəm var yəni də. Bir də bir məsələyə toxunacağam. Elə müsahibənin sonunda bəzi valideynlər uşaqlarında ürək problemi aşkarlayan kimi tez kardioloqa qaçırlar, amma kardioloq deyəndə uşaqdadırsa problem, uşaq kardioloqa getmək lazımdır. Yəni çünki böyük ürəyin quruluşu fərqlidir, onda proseslər fərqli olur. Uşaq ürəyi isə Elnur həkim həmişə deyir, o müsahibələrindən bilir. Məsələn, bu böyük ürəkdir, bu da ki uşağın ürəyidir. Yəni aralarındakı fərqdən zaten bunun fərqli formada işlədiyi, işləməyi və s. Yəni mütləq maariflənin dostlar. Yəni biz çalışırıq ki, elə sizi maarifləndirək ki, tək hədəfimiz odur, başqa hədəfimiz yoxdur. Problemlər olmasın. Belə. Sağ olun, özünüzə yaxşı baxın. Təşəkkür edirəm. Sağ olun. Mən hər kəsə təşəkkür edirəm. Vaxt ayırdınız bu bayram günündə. Yəni bax görürsüz işin yoğunluğundan ancaq bayram səhərsi günü biz vaxt ayırdıq, əməkdaşlarla gəldik, belə bir intervyu verdik ki, bizim burada tək hədəfimiz insanları maarifləndirmək. Bizim burada asla başqa insanların yaşına quru getmiş söhbəti kimi olmayaq. Bizim burada başqa asla bir düşüncəmiz yoxdur. Yəni mən vaxt tapıb ancaq bazar tatilimi, bayram tatilimi səhərsi gün vaxt ayırıb bura gəldim ki, sizə bir fayda verim. Yəni
bizim burada başqa art niyyətimiz, başqa yəni çünki belə məşhur həkim, o verilişlərdə olur, ya tək dünyada bir nömrəli həkim, asla elə bir şeylər yoxdur bizim kafamızda. Bizim tək niyyətimiz insanları maarifləndirmək, düzgün yol tapmaq və düzgün istiqamətə getmək. Mənim saçımı qaşıyacaq vaxtım yoxdur. Yəni, reallıqda deyirəm, hər kəs də bunu bilir. Yəni, burada bir nəfər gələcək, 2 nəfər mi gələcək? Sonuçta haqqımıza girməyin ki, düzgün sualları verin, biz boşluq tapanda onlara cavablandıraq. Baxırıq, o 2 dağın arasında boşluq tapan kimi baxırıq, ona əlaqə olmayan suallar verirlər. İnsan gələn suallara artıq yəni bu mənim əlaqəm olmayan suallara heç baxmırıq da. Ancaq görürsən kimin üçün bəlkə vacib orada bir informasiya lazımdır. Bizim gözümüzdən qaçır yəni. Ona görə də yəni maariflənin, düzgün yaşam tarzı sürdürün ki, xalqımız, gələcəyimiz daha da gözəl, daha da xoş, fəravan yaşasın. Hörmətlə.